Şəkərli diabet ilk diaqnoz qoyulduqdan bu yana onu təqib etmək əslində gündəmdə olan ən vacib məsələlərdən birisidir. Çünki biz şəkərimizi ölçmədən təyin etdiyimiz diyet, fiziki aktivlik və ya təyin etdiyimiz dərmanlar, insulinlərin nə dərəcədə yararlı olduğunu bilmərik. Və hətta bəzi halda biz şəkərli diabet olub-olmadığımızı belə ayırd edə bilmirik. Və buna görə də bizim üçün lazım olacaq ən əsas vasitələrdən birisi qlikometrlərdir. Hansı ki, qlikometrlər də təbii ki, brend olaraq, model olaraq dəyişirlər. Bunların da necə ki, avtomobilin, paltarın, saatın brendi var. Bəli, bu qlikometrlərin də bizim sevdiyimiz bir neçə brendi vardır ki, biz həkimlər də onları istifadə edərəkdən daha az xəta olacağına ümid edirik. Qlikometrlər vasitəsilə, şəkər ölçən cihazlar vasitəsilə Sovet dövründə yalnız səhər ac qarnına şəkər ölçülərdi və ümumi yoxlamaq üçün aclıq şəkəri götürülərdi. Amma unutmamaq lazımdır ki, aclıq şəkəri bir çox hallarda bizi aldada bilər. Aclıq şəkəri bəzən normal göstərdiyi halda şəkərli diabet və ya ilkin diabet, gizli şəkər dediyimiz dövrləri də bizdən gizlədə bilər. Ona görə də yalnız aclıq şəkəri deyil, bəzi hallarda toxluq şəkəri, birinci və ya ikinci saatda olan şəkərləri ölçüb, xəstəlik vəziyyətimizi və ya şəkər vəziyyətimizi təyin edib və ya araşdırıb və ya təqib etməyimiz lazımdır. Görüşək dostlar.